Bir gün Aslan tülkünü yanına çağırıb deyir ki, sən mənə yemək gətirməlisən. Tülkü qalır belə neynəsin, gəlir eşeğin yanına, eşeğe deyir ki, Aslan səni meşənin kralı qoymaq istəyir. Gəl gedək Aslanın yanına. Eşek də tülküyə inanıb, onun ardınca düşüb gəlirlər Aslanın yanına. Aslanın yanına bunlar çatdıqda, Aslan eşeğin qulaqlarını yerindən üzür, eşek özünü birtəhər Aslanın əlindən qaçırdır. Gəlib tülküyə çığır bağır edir ki, görsən məni nə hala gətirirdin. Deyir, axmaq olma ginan. O sənin qulaqlarını aldı ki, tac başına yaxşı otursan. Eşek yine bu tülküyə inanaraq onun arxasınca düşüb Aslanın yanına gəlirlər. Bu dəfə Aslan eşeğin quyruğunu yerindən qoparır. Eşek yenə Aslanın əlindən birtəhər çıxıb qaçır. Tülkünün üstünə qışqırır ki, bu nə oyundur sən mənim başıma gətirirsən. Deyir, axmaq olma ginan. O sənin quyruğunu aldı ki, sən taxta oturanda rahat otura biləsən. Bəli, yine bu axmaq eşek tülküyə inanaraq onun arxasınca düşüb Aslanın yanına gəlirlər. Bu dəfə Aslan artıq eşeği o dünyalıq edir. Bundan bir neçə gün sonra tülkü eşeğin qəlbini və ağciyarını gətirir Aslana. Aslan baxır, deyir ki, bəs bunun beyni hanı? Deyir ki, bunun beyni yoxdur. Bunun beyni olsaydı, o birinci dəfə qulaqlarını, quyruğunu itirəndən sonra bir daha bura qayıdıb gələrdi. Ona görə onun beyni olmayıb ki. İndi bu rəvayətdən belə bir nəticə çıxır ki, sənə ağıl verən hər kəs hər zaman sənin yaxşılığını düşünməz. İnsanlar çox zaman öz xeyrin düşünər. Bu yüzden həqiqəti bilməli və araşdırmağı bacarmalısan. İnsanoğlu bencil və nankördür. Hər kəs öncə öz xeyrini düşünür. Kimsə özünün düşündüyü qədər heç zaman səni düşünməz. Diqqətinizə görə çox sağ olun, minnətdaram.